Əmək Məcəlləsinə edilən dəyişikliklər prezident tərəfindən təsdiqlənərək artıq qüvvəyə minib. Məcəllədə ən çox diqqət çəkən məqamlardan biri uşağın doğulması ilə bağlı atalara da 14 gün ödənişli məzuniyyətin verilməsidir. Bu müddət anaların məzuniyyət günlərindən çıxılmır və tam ödənişli hesab olunur. Əvvəla yeni dəyişikliklərə əsasən atalar da 14 gün ərzində məzuniyyət götürmək, atalıq məzuniyyəti götürmək hüququna malik olacaqlar. Və bu zaman təbii ki, ödənişli məzuniyyət olacaq. Yəni iş yerindən həmin 14 günlük məzuniyyət müddətində ödəniş həyata keçiriləcək və təbii ki, bu da məhz xüsusən də əksər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da atalıq məzuniyyətinin tətbiqinin reallaşması anlamına gəlir. Digər mühüm yeniliklərdən biri isə distant işin hüquqi mexanizminin yaradılmasıdır. Artıq distant işləyən vətəndaşların hüquq və vəzifələri əmək müqaviləsi ilə dəqiq tənzimlənəcək. Bu isə eyni vaxtda bir neçə iş yeri ilə əməkdaşlıq imkanını genişləndirəcək. Bununla yanaşı artıq işə götürən işçini sınaq dövründə yalnız əsaslandırılmış səbəblərlə işdən azad edə biləcək. Bəzi hallarda sınaq müddətində işçinin hər hansı bir səbəb olmadan işdən azad olunması müşahidə olunurdu və yeni qaydalar praktik olaraq bunun aradan qaldırmasını və işçilərin hüquqlarının daha yaxından qorunmasına imkan verəcək. Əmək Məcəlləsində edilən dəyişikliklərin ən vacib istiqamətlərindən biri isə saatlıq əmək haqqı anlayışının tətbiqidir. Xüsusilə qeyri-iş günlərində və əlavə saatlarda çalışan işçilər üçün yeni qaydalar nəzərdə tutulub. Artıq bayram və qeyri-iş günlərində çalışan vətəndaşlara ən azı 2 qat əmək haqqı ödəniləcək. Əgər işçi həmin gün bütün günü deyil, yalnız bir neçə saat işləyibsə, ödəniş məhz həmin saatlara uyğun hesablanacaq. Artıq əmək məcəlləsinə bu kontekstdən həm də saata görə əmək haqqının ödənilməsi anlayışı gətirildi. Bu deməkdir ki, overtime, yəni işdən sonra və ya qeyri-iş günlərində çalışan vətəndaşlarımız praktik olaraq məhz daha çox əmək haqqı alma imkanına malik olacaq. Əgər məsələn vətəndaşımızın saatlıq əmək haqqısı 25 manatdırsa və qeyri-iş günündə işləyibsə, 3 saat işləyibsə, bu zaman artıq ona hər saat üçün 25 manat deyil, 50 manat hesablanacaq və işlədiyi 3 saat üçün 150 manat vəsaitin ödənilməsi həyata keçiriləcək. Bunun özəlliyi ondan ibarətdir ki, bir sıra hallarda vətəndaşlarımız işçi overtime-da və ya qeyri-iş günlərində bütün iş günü deyil, müəyyən saatları çalışırdı və həmin saatlara görə əmək haqqının ödənilməsində çətinliklər olurdu və bu praktik olaraq yeni dəyişikliklər bu çətinliklərin aradan qaldırılmasına imkan verdi. Millət vəkili hesab edir ki, bu dəyişikliklər bütövlükdə əmək münasibətlərində işçilərin hüquqlarının daha güclü qorunduğu yeni bir mərhələnin başlanğıcıdır. İslam Əşrəfov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər.